Uşaqlar, baxırıq belə bir müqayisə sualına. Bizdə A verilib, B verilib və C verilib. Deyir ki, müqayisə et. Əvvəla onu deyim ki, uşaqlar, bu tipli suallarda müqayisə etmək üçün baxın 2-də 1, 4-də 1 və 3-də 1. Bunların məxrəcini bərabərləşdirək. Yəni 2, 4, 3. Bunun əkobunu tapaq. Əkob zaten məlumdur, düzdür? 2, 4, 3, 12-dir. Belə başa düşürük ki, bunların hər birini 12-ci dərəcədən qüvvətə yüksəldək. Yəni A 12 lazımdır bizə, B 12 lazımdır bizə, C 12 lazımdır bizə. A 12 olan zaman nə baş verəcək? 3 üstü 2-də 1, 12 qüvvətdə. Digərində 7 üstü 4-də 1, qüvvətdə 12. Digərində də 5 üstü 3-də 1, qüvvətdə 12 bərabər. Bu bizə nə verir? 3 üstü 2-də 1 vur 12. Yəni 3 üstü 6. Bu bizə nə verir? 7 üstü 4-də 1 vur 12. Bu bizə verəcək 7-nin deməli kubu. Bu bizə nə verir? 5 üstü 3-də 1 vurulsun 12. Bu da verir 5 üstü 4. Vəssalam. Artıq müqayisə eləsək. A12 olacaq necə? 3 üstü 6 neçə eləyir? 81 deməli 43, 729. 3 üstü 6. Sonra B üstü 12 bizə nə verəcək? 7-nin kubu neçə eləyir? 343. 343. Sonra C neçə idi? C üstü 12 bərabərdir. 5 üstü 4 neçə eləyir? 625. 625. Və buradan qüvvətlər hamısı bərabərdir. Deməli, ən böyük hansıdır? A-dır. Sonra C-dir. Sonra B-dir. Vəssalam.